Pasientlərin daha çox müraciət etdiyi suallar budur ki, hansı sığorta növləri Stimul Hospitalda keçərlidir? Stimul Hospitalda icbari tibbi sığorta, Paşa, Atəşgah, A qrup, Xalq Sənaye, Qala, Premium, Az sığorta, Ata sığorta, Mega sığorta təşkilatlarının xəstələrinin qəbulu keçərlidir. Özəl və icbari sığorta arasında fərq nədir? Özəl sığortalar özəl şirkətlər tərəfindən sığortalanan işçilərin sağlamlıqla bağlı problemləri olduqda öz sığorta etdikləri xəstələrin bu sığortadan istifadə etməsinə şərait yaradır. İcbari tibbi sığorta Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020 10 yanvar tarixli 5 nömrəli qərarına əsasən təsdiqlənmiş icbari tibbi sığorta üzrə xidmətlər zərfinə dayanaraq bütün əhalinin sığortasından istifadə edə bilmək imkanı yaratmışdır. Bu xidmətlər həm dövlət, həm də özəl sektorda çalışan əhaliyə aid edilir. Sığorta ilə bütün müayinələr pulsuzdurmu? Sığortada qarşılana biləcək xidmətlər xəstəliyin diaqnozundan və gedişatından asılı olaraq sığortanın təminatına daxildir. Burada özəl və icbari tibbi sığortanın iş prinsipində fərqlər olur. Belə ki, təminata daxil olan xidmətlər öncədən xəstəyə məlumat verilir. Sığorta ilə əməliyyatlar mümkündürmü? Bəli, sığorta ilə estetik, rekonstruktiv əməliyyatlardan başqa digər icra edilə biləcək əməliyyatlar sığorta ilə mümkündür. Hansı sənədlər tələb olunur? İcbari tibbi sığorta ilə xəstələrin müraciəti göndəriş sənədi əsasında qəbul edilir. Özəl sığortalarda isə bu fərqli bir şəkildə icra edilir. Xəstələr problemlərinə görə öz sığortasına müraciət edir və xəstəxanalara modul üzərindən müraciət edilərək xəstənin qəbulu həyata keçirilir. Təsdiq prosesi nə qədər vaxt aparır? Bu prosesin vaxtı özəl sığorta xəstələri üçün hansı xidmətin göstərilməsindən asılı olaraq dəyişir. Modul üzərindən sığorta əməkdaşlarına xidmətlər təsdiq üçün göndərilir və təsdiqləndikdən sonra xidmətin icrası aparılır. Burada xidmətin tezliyi həm də xəstələrin öz sığorta şirkətlərinə öncədən problemi ilə bağlı məlumat verməsindən asılıdır. Təbii ki, məlumatsız olan xəstələrə sığorta şöbəmizin əməkdaşları tərəfindən köməklik göstərilir. Və ən əsası, həyatımızda bizə stimul verən bir çox önəmli nüanslar var. Bunlardan biri və ən önəmlisi sağlamlığımızdır. Stimul Hospital sizin sağlamlığınızın sığortasıdır.